Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Leyli və Məcnun poemasının təhlili ilə bağlı əsas məqamlara baxacağıq. Keçək təhlilə. Əsər epik növdə, poema janrında, əruz vəzninin həzəc bəhrində, məsnəvi formasında yazılıb. Poemanın daxilində Məcnunun, Leylinin dilindən qəzəl verilib. Məcnun və Leyli eyni qəbirdə dəfn olunur. Leylinin atası Məcnunun atasının elçiliyini qəzəblə qarşılamır. Testdə bunun əksi verilir. Ona görə də diqqətli olmaq lazımdır. Sadəcə deyir ki, Qeys Məcnunluqdan əl çəksin. Sonra qızı ona verərəm. Məcnun səhrada qarşılaşdığı sevgilisini bir an belə görmədən huşunu itirir. Fikri səhvdir. Çünki onu görür, sonra huşunu itirir də. Belə olar. Əsərin yazılma səbəbi bu əsərin başqa dillərdə olsa da türk dilində olmamasıdır. Poemanın yazılma təkliflərini müəllif Rum zəriflərindən alır. Leylinin başına gələnlərin üstünü örtmək üçün dostları tədbir görür. Səhrada Məcnunla üz-üzə gəlib huşunu itirdiyi məqamı burada nəzərdə tutmuşam. Əsərdə Məcnun atasına onun mal mülkünün mənasız olduğunu başa salmağa çalışır. Əsərdə Məcnun kamillikdə İsa Peyğəmbərə bənzədilir və xatırlayın, digər əsərlərdə də İsa Peyğəmbərin adı çəkilir. Misal üçün, Güş Qıl müxəmməsində də orada bu məqam var idi. Məcnuna Leylinin ölüm xəbərini Zeyd gətirir. Məcnun elə ah çəkir ki, səsini o dünyada Leyli də hiss eləyir. İbn Salamın ölüm xəbərini Məcnuna Zeyd deyir. Lakin Məcnun bu xəbəri eşidəndə sevinmək əvəzinə kədərlənir. Çünki sevgi yolunda mübarizədə İbn Salamı özünə dost hesab eləyirdi. Leyli yalnız ölüm ayağında anasına Məcnunu sevdiyini etiraf eləyir. Yəni digər məqamlarda etiraf eləmir. Yəni inkar eləyir ki, mən Məcnunu sevməmişəm. Məcnun cəmiyyətə müxalif mövqedə dayandığını əməli ilə göstərir. Bu məqam dəfələrlə testə düşür. Əsərin sonu faciə janrının sonu ilə səsləşir. Leylinin anası qızına nəsihət edəndə söz söhbətə son qoymaq yolunu da göstərir. Əsərin əvvəlində Məcnun son gününü əvvəlcədən yad eləyib ağlayır. Leyli payız fəslində ölür. Məcnun əsərin sonunda onu bu aləmdə yalnız qoyub gedən sevgilisindən incikliyini də dilə gətirir. Nofəl Məcnuna görə Leylinin atası ilə 2 dəfə müharibə edir. Birincidə məğlub, ikincidə qalib olur. İbn Salam öləndən sonra Leyli Məcnunun dərdindən daha rahat fəryad edir. İbn Salamın ölməyinə bəhanə edib Məcnun üçün ürəyini boşaldır. Nohəl səhrada Məcnunla görüşəndə Məcnuna vəd edir ki, ya qızılla, ya da müharibə ilə Məcnunu sənə qovuşduracam. Leyli dəvədən düşüb itəndə heç kim bilmir, heç Leylinin özü də bilmir. Bir də ayılır ki, səhrada yalnız vəziyyətdədir. Bir də burada var, səhranın ortasında təkdir, yazmışam. Təsadüfən Məcnunla rastlaşır və yolu soruşmaq məqsədi ilə onunla diyaloqa girir. Bu zaman Leyli Məcnundan kimliyini soruşanda Məcnun öz adını deyir. Amma Leyli inanmır. Leyli Məcnuna deyir ki, öz halını bir şeirlə bəyan et. Sonra inanım ki, sən Məcnunsan. Bir də bunu sizin diqqətinizə çatdırım. Leyli və Məcnun poemasında ardıcıllıq da düşür. Onu xüsusilə yadda saxlamaq lazımdır. Yəni ardıcıllıqları. Xronoloji ardıcıllıq deyək də düşür. Məcnun dünyaya gəldiyi andan öz halını bilib fəğan edirdi. Zeyd Məcnuna Leylinin İbn Salama ərə getməsi xəbərini deyəndən sonra Məcnun Leyliyə məzəmmət məktubu da göndərir. Dövrün əxlaqi etik normaları ilə yaşayan İbn Salam Leylini təsadüfən görür və elçi düşür. Leyli dövrün zorakı feodal qayda qanunlarına təslim olmur, saf eşqinə sadiq qalır. O, zəmanəsinin köləliyi əsas tutan davranış normalarına zahirən tabi olur. Gəlib testdə daxilən tabi olur yazacağa. Diqqətli olun. Məcnun atasının varisi ola bilmir. Bunu da əksini verir. Yazır ki, Məcnun atasının varisi ola bilir. Bu təbii ki, səhv məqam olacaq. Leylinin əlindən görək nələr alınıb? Şəxsiyyət azadlığı, təhsil hüququ, sevgi azadlığı.
Əsərdə bir sıra obrazlar üçün kor-koranə davranış xarakterikdir. Elə biri İbn Səlam. Leylidən fərqli olaraq onun rəfiqələri üçün sevmək və sevilmək dəhşətli görünür. Burada hərf səhvi var, üzrü sayın. Poemada mühüm ictimai məzmunlu problemlərin bədii həlli verilmişdir. Məcnunun eşqə düşməsi 10 yaşından sonra olur. Məcnun cəmiyyətə müxalif mövqedə dayanır. Elə onun faciəsi də buradan başlanır. Aha, yazmışam ki, Məcnunun faciəsi Leylini sevməyindən başlanır fikri səhvdir. Testdə bu məqam dəfələrlə düşüb və düşəcəkdir. Leyli ilə müqayisədə davranış cəhətdən Məcnun daha sərbəstdir. Əsərdə qadın azadlığı məsələsinə toxunulub. Məcnun poemanın əsas və mərkəzi surətidir. Əsərin süjet xətti Məcnunun doğulması ilə başlayıb, onun ölməyi ilə də bitir. Füzuli yeri gəldikcə öz qəhrəmanlarına münasibət də bildirmişdir bu əsərdə. Müəllif Leyli və Məcnunun faciəsində zəmanəni və cəmiyyəti günahkar bilir. Bu məqam da doğru məqam hesab olunacaq. Belə yoldaşlar, əsər barədə bu qədər. Növbəti əsərlərin təhlilindən xəbərdar olmaq üçün bizi izləməyi unutmayın. Sağ olun.